Oscar Wilde yoxsa Ernest Hemingway? Mən üçün Dorian Gray'in portreti daha yaxşıdır. O baxımdan Oscar Wilde. Oscar Wilde yoxsa Jack London? Jack London deyərdim. Jack London yoxsa Haruki Murakami? Haruki Murakaminin Kafka sahildə əsəri çox möhtəşəmdir. Amma ümumi nisbət baxımından götürsək, Jack London. Jack London yoxsa George Orwell? Bax bu artıq çətin sual oldu. 1984 və Heyvan Ferması kitabları mənim üçün çox özünə məxsusdur. O baxımdan George Orwell. George Orwell yoxsa Eric Maria Remarque? George Orwell. George Orwell yoxsa Stefan Zweig? Stefan Zweig daha belə deyək, fərqli olaraq mini klassikadan, kiçik kitablarla məşhurdur. Ən çox da sevdiyim şahmat kitabıdır. Amma yenə də George Orwell. George Orwell yoxsa Franz Kafka? Franz Kafka biraz mənə görə pessimist şəkildə yazır. Amma fikirləri təbii ki, möhtəşəmdir. Amma George Orwell deyərdim. Rəqibləri biraz çətinləşdirək. George Orwell yoxsa Lev Tolstoy? Hə, artıq Lev Tolstoy demək olar, mütləq şəkildə Lev Tolstoy. Çünki bir Anna Karenina belə bəs eləyir. Lev Tolstoy yoxsa Dostoyevski? Təbii ki, ekvator xətti yer kürəsini ikiyə böldüyü kimi, əksər oxucular, xüsusən də rus ədəbiyyatını sevənlər iki yerə bölünür. Dostoyevski yoxsa Tolstoy. Hər ikisi möhtəşəmdir, amma bir səviyyə daha üstün mənim şəxsi fikrim təbii ki, Fyodor Dostoyevski. Dostoyevski yoxsa Victor Hugo? Victor Hugo mənim üçün gəlmiş keçmiş bir nömrəli kitabın müəllifidir, Səfillər əsərinin müəllifidir. Dünya ədəbiyyatının nidasıdır Səfillər. Amma öz qələm tərzinə görə, düşüncə tərzinə görə Dostoyevski hər zaman mənim görə bir nömrədir. O zaman həmişə Dostoyevski. O yoxsa bu rubrikamızın qalibi Dostoyevski oldu. Bir dinləyicə təşəkkürümüzü bildiririk. Çox sağ olun iştirakınıza görə. Mən təşəkkür edirəm. Siz sağ olun.